Hər kəsə salam. Bugünkü dərsimiz cardinal numerals, miqdar saylarıdır. Bunları 4 yerə ayırmışıq. 0-dan 12-yə qədər, 13-dən 19-a qədər, 20-dən 90-a qədər və 21-100 arası sayları necə deyirik, gəlin baxaq. 0-dan 100-ə qədər deməli saylar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 0. Bu qədər. İndi 13-dən 19-a qədər olan saylara baxaq. 13-dən 19-a qədər olan sayları düzəltmək üçün təkliklərin sonuna T, I, N şəkilçisini artırırıq və teen deyilir. Baxaq. 13, 13, 14, 14, 15, 15, 16, 16, 17, 17, 18, 18, 19, 19. Təkrar edirəm. Bu təkliklərin sonuna biz teen şəkilçisini artırmaqla 13-dən 19-a qədər olan saylarımızı düzəldə bilirik. Gəlin 20-dən 90-a qədər olan onluqlar necə düzəlir ona baxaq. Yenə də bu təkliklərin sonuna ty şəkilçisini artırmaqla biz 20-dən 90-a qədər olan saylarımızı, yəni onluqlarımızı deyə bilərik. Baxaq. 20, 20, 30, 30, 40, 40, 50, 50, 60, 60, 70, 70, 80, 80, 90, 90. Təkrar edirəm. Bu təkliklərin sonuna ty şəkilçisini artırmaqla biz 20-dən 90-a qədər olan onluqlarımızı deyə bilirik. Gəlin baxaq, 21-dən 100-ə qədər olan saylar necə deyilir? 21 demək istəyirik. 20, 20, 1, 1, 21, 21. 35 demək istəyirik. Misal üçün, 30, 30, 5, 5, 35, 35. 42 demək istəyirik. 40, 40, 2, 2, 42. 50, 50, 6, 6, 56, 56. 69, 60, 60, 9, 9, 69, 69. 74, 70, 70, 4, 4. 74, 74. 87, 80, 80, 7, 7, 87, 87. 100 necə deyilir? Biz 100 demək üçün 100 yaxud 100 deyirik. E-də en artiklı 1-a bərabər olduğuna görə, yəni bunu qeyri-müəyyənlik artikellarını izah eləyəndə demişdim. En artikelda 1-a bərabərdir, yəni mənası 1 deməkdir. 100 yaxud 100, 100. 1000 necə deyilir? 1000, 1000. Və yaxud da ki, biz demək istəyirik 200. 200, 200. Məsələn, demək istəyirik 2000. 2000, 2000. Yəni bu en atılır 1000 və 100-in qarşısına. Biz istədiyimiz bu təklikləri qoyub deyirik. Məsələn, 200, 200, 2000, 2000. Bu qədər sadə.